Salam, hər vaxtınız xeyir, mən Toğrul Əcəb, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəklərdən yararlanmaq üçün isə mənə özeldən yaza bilərsiniz. Bugün 4 aprel 2025 tarixidir. Mən sizə iş elanlarının çox cüzi bir hissəsindən bəhs etmək istəyirəm. Bir qismini bildirmək istəyirəm. Çox az, barmaqla sayılacaq bir hissəsindən bəhs etmək istəyirəm. Amma iş elanları sadəcə mənim saydığım barmaqla olacaq bir miqdarda deyil, yəni yoldaşlar. Sadəcə diqqət çəkən bəzi elanlar var. Onları bildirmək istəyirəm sizə. Amma ümumiyyətlə digər elanlarla da tanış olmaq istəyirsinizsə, axtardığınız iş üzrə, onlarla da bağlı sizi özeldən tanış eləyə bilirəm. Onlarla da bağlı özeldən yaza bilərsiniz mənə. Deməli, yoldaşlar, baxın, bağban tipli iş var yoldaşlar. Belə deyim ki, quşçuluq fermasından gəlin belə deyim. Quşçuluq fermasında işçi ailəyə ehtiyac var. 1200 manatda pul verirlər. Novxandadır. Qalmağa da yer verilir. Gecə növbəsinə lazımdır yoldaşlar. Bu gecə növbəsidir. Amma bu diqqət edin, eyni yerdə. Ha, bu bir yerdədir. Həmin yerdə bir də gündüz növbəsinə də var o iş. Onda isə bir dənə bəy istəyirlər. Gecə olanda ər-arvad istəyir. Belə deyim. Və evdə verirlər qalmağa. Amma gündüz olanda bir nəfər istəyir, bəy istəyir, kişi istəyir. Və yaşı da maksimum yəni yaşı da ən azı 35-dən yuxarı olsun. Və 600 manat da pul verir. O birisi 1200 manat verirdi, ər-arvad istəyirdi və evdə verirdi qalmağa. Amma bu birisi isə tək nəfər və saat 8-dən axşam 6-ya qədər. Bax, belə bir işdə var, tövsiyə edirəm. Bundan əlavə, qalmaq şərti ilə ailə işi həmçinin Xaçmaz rayonunda da var yoldaşlar, Vələmir kəndində. Burada isə 800 manatdır. Bundan əlavə şirniyyatçı işi var yoldaşlar. Misal olsun, Xırdalanda köhnə bazarın yanındadır. Mayalı mal bişirəcək bir işdir. 20-30 qutab bişirəcəksiniz. Ümumi isə 120-130 manatlıq mal bişirirsiniz. 25 manatdır gündəliyi. Bundan əlavə fəhlə işi var yoldaşlar. Bu da fərqli fəhlə işidir. Bu qranul istehsal sahəsinə lazımdır bu fəhlə işi. Bu isə Masazır, Xırdalan ərazisində yaşayanlara daha uyğun ola bilər. Çünki səhv xatırlamıramsa bu iş yeri Xırdalan ərazisi olmalıdır. 18-40 yaşlı şəxslər üçündür. Bir də həmin yerdə, belə deyim, bir dəqiqə dəqiqləşdirim deyim sizə, yox. Bir də yoldaşlar, günlük məhsulların müştərilərə təhvil verilməsi üzrə bir sürücü işi var. Qazel markalı yük maşınındadır. Xırdalan şəhərindədir bu da. BS kateqoriya tələb edir. 650 manat maaş verir. Yəni, alınmış məhsulları zavoda gətirirsiniz və verilmiş digər tapşırıqları yerinə getirirsiniz. Bundan əlavə, Yasamalda yerləşən bir yerdə aşpaz köməkçisinə ehtiyac var yoldaşlar. 550 manatda pul verirlər. Bəylər üçündür bu, yəni kişi xanımlar üçün deyil. 18-25 yaşlı şəxs olmalısınız, siviniz olmalıdır. Yoxdursa da sizə özəl dəstək verib CV hazırlada bilərəm. Bundan əlavə, Kaxa restoranında da aşpaz, amma xanıma ehtiyac var. Əmək 1000 manatdır. Təcrübəli olmalısınız, məsuliyyətli olmalısınız. Və Avropa və Asiya səyahi mətbəxlərdə təcrübəniz olmalıdır. 25-45 yaşlı şəxs olmalısınız. Bundan əlavə, əgər gəncsinizsə və 18-23 yaşlı bir şəxssinizsə və mebel fabrikində işləmək istəyirsinizsə, ustanın yanında köməkçilik eləmək istəyirsinizsə, başlanğıc olaraq 500 manatdan başlayan bir iş var. Mebel ustasına köməkçi işi, mebel fabrikində daha doğrusu usta köməkçi işi. 3-cü mikrorayondadır yoldaşlar. Yəni, bir sənəd öyrənib pul qazanmaq istəyirsinizsə, müraciət edə bilərsiniz. Bir 3 aylıq, 6 aylıq bir iş təcrübəniz olsa, məqsədə uyğun olar. Müraciət etməyinizi tövsiyə edirəm. Varsa əgər elə bir təcrübəniz, 3 aylıq, 6 aylıq. Sonra yoldaşlar, bir də şirniyyatçı işi var. Dediyim kimi, yox, bu başqa şirniyyatçı işidir yoldaşlar. Bir dəqiqə bunu kontrol edeyim.
Bu başqa şeydir. Bir də yoldaşlar, toy nişan yerinə, dekor şirkətinə köməkçilərə ehtiyac var. Yəni köməkçi deyə bilərik, fəhlə getmir, orada nə ağır iş olur. Yəni köməkçi daha uyğun gedir. Dekorları yığıb hazırlamağa və bəzənməsi üçün lazımdır bu köməkçilər. Azadlıq metrosu tərəfdədir yoldaşlar. Şarları dolduracaqsınız, dekor düzəldəcəksiniz, gülləri aparıb gətirəcəksiniz. Bu kiminsə toyu, nişanı olur yoldaşlar. Ev sahibi gedir ki, hər hansısa bir yerdən danışır ki, gəl mənim evimi bəzə və yaxud da harda keçiriləcəksə o tədbir. Onun üçün xüsusi bir şirkətlər olur. O şirkətlər də gəlir, sadə bir primitiv şeylərdir. Yavaş-yavaş özünüz də bəlkə gələcəkdə o sahənin biznesinə keçə bilərsiniz. Başa düşürsünüz? Ona görə biraz inkişaf yönümlü cəhətdən inkişaf yönümlü bir işdir. Əgər yaxşı düşünmə qabiliyyətiniz varsa. 35 yaşa qədər şəxslər üçündür. Gündəlik də 15 manat maaş verir, amma artandır. Əsas məsələ budur ki, işdə məsuliyyətli olub, işdə vaxtında gəlib getmək. Yəni bir gün gəlin, bir gün getməyim, yəni belə qeyri-ciddi bir şəxs olmuyor. Bundan əlavə yoldaşlar, aşpaz tələb olunur. Həm orta yaşlı xanımlar üçündür bu. Amma bu ev işləri görəcək bir şəxs üçündür. 30-50 yaş aralığında xanımlar üçündür bu. Xətai metrosundadır. Yəni bu bir növ kiminsə evində iş görəcəksiniz də. Başa düşürsünüz? Hər hansı bir restoran deyil. Bu və bənzər digər iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınıza dəstək əldə etmək üçün mənə özeldən yazıb müraciət edə bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.